Sonsuzluqla müraciət edən kişilərdə əlavədən bir marker xromosomu var ki, bu marker xromosomu Y xromosomuna bənzəyir, amma Y xromosomu deyil. Bu da gətirib sonsuzluğa çıxardı. Fiziksel quruluşlarında kişilərdə az dəyişiklik olsa da, nəsil artırmaya gəldikdə artıq ciddi problemlər yaradır. Ona görə də biz bütün evli cütlüklərlə görüşdükdə də müraciət eləyirik ki, əgər bir ilin üzərində bir sonsuzluq varsa və ya hamiləlik baş verib, hamiləliyin müəyyən həftələrində düşük və inkişafdan qalmalar varsa, mütləqdir ki, bir genetik mərkəzə və yaxud da genetikə müraciət eləsinlər ki, adi periferik qan karyotipi deyilən bir testlə biz bu ailənin diaqnozunu qoymuş oluruq. Qoyduqdan sonra nə edirik? Artıq biz bu ailəni necə yönlənəcəyini, hansı yolla davam eləyəcəyini biz bu pasientlərə və ailəyə izah etmiş oluruq ki, ailə artıq əlavə maddi və mənəvi yükdən azad olmuş olsun.